25-ci hissə Ağılsız dizayn Charles Darwin Sizin ata və ya ana tərəfdən meymunlarla bir qohumluğunuz varmı? Bu sual yepiskop Samuel Wilberforce'un 1860-cı ildə Oxford Təbiət Tarixi Muzeyindəki məşhur debatlarda Thomas Henry Huxley'ə verdiyi sualdır. Həmin tədbirdə Huxley Charles Darwinin nəzəriyyəsini müdafiə edirdi. Wilberforce'un sualı həm təhqir, həm də zarafat xarakterli idi. Huxley ürəyində "Şükür Allaha ki, o mənim əlimə keçdi" deyib cavab verdi. Mən elmi bilikləri zarafat mövzusuna çevirən biri ilə qohum olmaqdansa, meymunla qohum olmağa daha üstün tutardım. Həmin debatda yəqin ki, Charles Darwinin təbliğ etdiyi nəzəriyyəyə əsasən, o hər iki valideynin yaxın dövrdə deyil, nə zamansa çox uzaq keçmişdə meymundan əmələ gəldiyi fikrini də səsləndirilmiş. Bu nəzəriyyə 1859-cu ildə Növlərin Mənşəyi kitabı nəşr edildiyi andan səs-küy qoparmışdı. Bundan sonra insanları heyvanlar aləmindən tamamilə ayrı düşünmək imkansız olmuşdu. İnsanlar artıq seçilmiş məxluq deyildilər. Bütün digər heyvanlar kimi onlar da təbiətin bir hissəsi idilər. Bəzən fikir sizin üçün gözlənilməz olmaya bilər, lakin Viktoriyanın əsrinin insanları üçün bu gözlənilməz idi. Primatlara oxşarlığımızı sübut etmək üçün şimpanze və ya gorillanı biraz müşahidə etmək ya da güzgüyə biraz daha diqqətlə baxmağın kifayət etdiyini düşünə bilərsiniz. Darwinin zamanında isə çox adam insanların heyvanlardan tamamilə fərqli olduğunu düşünürdü və bizim heyvanlarla hər hansı qohumluğumuz ideyası onlar üçün inanılmaz idi. Bir çoxları Darwinin ideyasını axmaqlıq və şeytan əməli sayırdı. Əksər xristiyanlar yaradılış kitabının təsvir etdiyi kimi, Allahın heyvanları və bitkiləri 6 günə yaratdığına olan inamlarından möhkəm yapışmışdılar. Bu xristiyanlar heyvanların və bitkilərin yaradılışdan üzübəri dəyişməz qaldığına da inanırdılar. Hətta indi də bəzi insanlar bizim bugünkü şəklə düşməmizin bir təkamül prosesinin nəticəsi olduğunu qəbul etmirlər. Darwin filosof deyil, bioloq və geoloq idi. Və siz nə üçün bu kitabda ondan söhbət açmamızla maraqlana bilərsiniz? Buna səbəb olan təkamül və təbii seçmə nəzəriyyələrinin, onların müasir versiyalarının nə qədər filosofun və alimin insanlıq tarixi haqda düşüncələrinə təsiridir. Bu, tarixin ən nüfuzlu nəzəriyyəsidir. Müasir filosof Daniel Dennett bunu insanın tarix boyu düşünüb tapdığı ən mükəmməl ideya adlandırır. Sözü gedən nəzəriyyə insanların, heyvanların və bitkilərin necə dəyişdiklərini, indiki formalarına necə düşdüklərini və hələ də dəyişməyə davam etdiklərini açıqlayır. Bu, elmi nəzəriyyənin bir nəticəsi isə onun sayəsində Allahın mövcudluğunu inkar etməyin asanlaşması idi. Zooloq Richard Dawkins yazır, Darwinin Növlərin Mənşəyi kitabı 1859-cu ildə ilk dəfə çap edilənə qədər ateist olmağın necə mümkün olduğunu mən təsəvvürümə də gətirmirəm. Əlbəttə ki, 1859-cu ildən öncə də ateistlər var idi və 17-ci hissədə haqqında danışdığımız David Hume da onlardan biridir. Lakin sözü gedən kitabın nəşrindən sonra onların sayı xeyli artdı. Təkamülün doğruluğunu anlamanız üçün ateist olmanız mütləq şərt deyil. Bir çox din adamları Darwinçidirlər. Lakin onlar Darwinçi olmaqla yanaşı, Allahın növləri məhz bugünkü şəkilləri ilə yaratdığına da inanmırlar. Gənc yaşlarında Darwin Beagle gəmisində səyahətə çıxmış, Cənubi Amerikada, Afrikada və Avstraliyada olmuşdu. Bu, sırf onun həyatının bir sərgüzəşti idi. Amma sonradan bütün insanlara öz təsirini göstərmişdi. Daha öncə o, sən deyən ümidlər verən bir tələbə deyildi və insan düşüncəsinə bu qədər töhfə verəcəyini ondan heç kim gözləmirdi. Məktəbin misilsiz tələbələrindən sayılmırdı. Atası onun səfil və ailə üçün baş qaxıncı olacağından əmin idi. Çünki vaxtının çox hissəsini siçovul ovlamaqla keçirirdi. Gənc yaşlarında Edinburghda tibb elmini öyrənməyə başlasa da bundan bir şey çıxmır və o Cambridge Universitetində ilahiyyat öyrənməyə üstünlük verir. Boş vaxtlarını təbiətşünaslığa həsr edir, bitki və həşəratlar toplayır. Nə zamansa tarixin ən məşhur bioloqu olacağından onda heç bir əlamət sezilmirdi. Əslində həyatdan nə istədiyini də o dəqiq bilmirdi və Beagle-da səyahət onu tamam dəyişdirdi.
Səyahət dünya əhəmiyyətli elmi ekspedisiya idi və müəyyən sahil zolaqlarını öyrənirdi. Bacarıqlarının azlığına rəğmən Darwin rəsmi botanik vəzifəsini tutur və eyni zamanda süxurları, torpaq altındakı heyvan qalıqlarını və rastlaşdıqları qəribə heyvanları da araşdırır. Kiçik gəmi tezliklə onun topladığı nümunələrlə dolur. Xoşbəxtlikdən topladığı nümunələrin bir hissəsini o İngiltərəyə göndərə bilir və onlar orada araşdırılmaq üçün səliqəli şəkildə qorunur. Səyahətin ən dəyərli hissəsi Cənubi Amerikadan 500 mil aralıda Sakit Okeanında yerləşən vulkanik Galapagos adalarına səyahət olur. Beagle gəmisi Galapagos adalarına 1835-ci ildə çatır. Orada öyrənmək üçün nəhəng tısbağalar və dəniz iguanaları kimi kifayət qədər maraqlı heyvanlar var imiş. O vaxt bəlli olmasa da, adada Darwinin təkamül nəzəriyyəsi baxımından son dərəcə əhəmiyyətli qəribə quşlar yaşayırmış. O, bu quşlardan bir neçəsini ovlayır, araşdırılmaq üçün vətəninə göndərir. Diqqətli araşdırma nəticəsində onların 13 müxtəlif növü aşkar edilir. Bunlar arasındakı cüzi fərq isə dimdiklərində idi. Səyahətdən qayıdan Darwin ruhani olmaq fikrindən vaz keçir. Səyahət zamanı vətənə göndərdiyi heyvan qalıqları, cəsədlər və bitkilər onu elm aləmində məşhurlaşdırır. Ömrünün qalan hissəsini təbiətşünas və dünya şöhrətli bioloq olmağa, təkamül nəzəriyyəsi üzərində çalışmağa həsr edir. Dərindən öyrəndikcə növlərin təkamül nəticəsində indiki vəziyyətlərinə düşdüklərinə və eyni cür qalmayıb daim dəyişikliyə daha çox inanır. Ən nəhayət o, indiki təbii şəraitə ideal şəkildə uyğunlaşan heyvan və bitkilərin uzun müddət həyatda qalmasına səbəb kimi onların mövcud şəraitə uyğunlaşaraq əldə etdikləri xüsusiyyətləri öz balalarına da ötürdüyü fikrini irəli sürür. Zamanla heyvanlar və bitkilər düşdükləri şəraitə uyğun yaşaya bilən növlərə çevriliblər. Galapagos adaları təkamül nəzəriyyəsinin ən yaxşı nümunələrinə malik idi. Misal üçün, tarixin müəyyən bir məqamında adadakı quşlar güclü küləyin köməyi ilə bura gəlmişdilər və 1000 illər ərzində hər bir adaya düşən növ həmin adanın şəraitinə uyğunlaşmışdı. Eyni növün heç də bütün quşları oxşar deyildilər. Əksəriyyətinin arasında xeyli fərq vardı. Misal üçün, quşun birinin dimdiyi digərinkindən daha iti idi. Uzun dimdik əgər quşun sağ qalmasına kömək edirdisə, bu xüsusiyyət daha da inkişaf edirdi. Dənli bitkilərlə zəngin olan adada dənlərlə qidalanmağa uyğunlaşan quş, yəqin ki, əsas qidanın sərt toxumlardan ibarət olduğu başqa bir adada çox yaşaya bilməzdi. Belə həyat şəraitinə uyğunlaşmamış zərif dimdikli quş isə kifayət qədər çox yaşaya və nəsil artıra bilməzdi. Və əksinə, bu şəraitə uyğunlaşmış quş rahat yaşayır və öz xüsusiyyətlərini digər nəsillərə ötürə bilirdi. Buna görə də sərt toxumlarla zəngin ada bu toxumları qırıb qidalanmağa uyğun sərt dimdiklərə malik quşlarla zəngin idi. Minilliklər ərzində bu tendensiya adaya gəlmiş ilk quşdan xeyli fərqlənən yeni növlərin ortaya çıxmasına səbəb olmuşdu. Münasib dimdiyi olmayan quşlar isə zamanla məhv olub getmişdilər. Başqa şəraitə malik adada isə fərqli xüsusiyyətlərə malik quşlar dominantlıq etmiş və fərqli xüsusiyyətlərə malik növlər yaratmışdılar. Müxtəlif şəraitə malik adalarda həmin şəraitə ən yaxşı uyğunlaşan quşlar həyatda qalmışdı. Darwindən öncə babası da daxil olmaqla başqa insanlar da heyvanların və bitkilərin müəyyən təkamüldən keçdiyini bilirdilər. Darwin isə təbii seçmə nəticəsində uyğunlaşma nəzəriyyəsini irəli sürmüşdü. Ən yaxşı uyğunlaşan növlər həm sağ qalır, həm də öz xüsusiyyətlərini növbəti nəsillərə ötürürlər. Yaşamaq uğrunda bu cür mübarizə hər şey izah edirdi. Bu, sadəcə müxtəlif növlər arasındakı mübarizə deyildi. Eyni növün nümayəndələri də öz aralarında daim mübarizə aparırdılar. Onlar hamısı öz xüsusiyyətlərini növbəti nəslə ötürmək uğrunda rəqabət aparırdılar. Heyvanların və bitkilərin son dərəcə ağıllı bir qüvvə tərəfindən yaradıldığını düşünməyə vadar edən heyrətamiz xüsusiyyətləri məhz bununla izah edilirdi. Təkamül düşüncədən kənar prosesdir. Onun heç bir şuuru yoxdur və arxasında nəinki Allah dayanmır, hətta belə bir gücə heç ehtiyac da yoxdur. Bu, avtomatik işləyən dəzgaha bənzəyir. Hara getməsi və nəyə can atması baxımından o kordur. Meydana gətirdiyi heyvan və bitki növlərindən də xəbərsizdir.
Həmin məxluqlar onu zərrəcə maraqlandırmır. Heyvan və bitkilərdən ibarət mükəmməl məhsulları görəndə, onların kiminsə tərəfindən məqsədyönlü şəkildə yaradılmadığını düşünmək isə xeyli çətindir. Lakin bu bir yanlışlıq olardı. Darwinin nəzəriyyəsi bizə daha sadə və cəlbedici bir izah verir. O, həm də nə üçün bu qədər çox fərqli həyat tərzinin olduğuna da aydınlıq gətirir. 1858-ci ildə Darwin hələ öz kəşfləri barədə əsərlərini nəşr etdirməmişdi. Kitab üzərində işləyirdi. Hər şeyin dəqiq olmasına çalışırdı. Başqa bir təbiətşünas Alfred Russel Wallace ona məktubunda özünün oxşar nəzəriyyəsindən bəhs etmişdi. Bu hadisə Darwini öz nəzəriyyəsini ilk öncə təqdimat şəklində Londonda Linnean Cəmiyyəti qarşısında bəyan etməyə tələsdirir. Və yalnız bir ildən sonra 1859-cu ildə Növlərin Mənşəyi kitabı çapdan çıxır. Həyatının böyük hissəsini bu nəzəriyyə üzərində çalışan Darwin, onun öncə Wells tərəfindən cəmiyyətə təqdim edilməsini istəmirdi. Ləngimədən çap olunan kitab ona məşhurluq gətirir. Kitabı oxuyan bəzi oxucular inanmamışdılar. Misal üçün özü alim olan və hava şəraitini öncədən proqnozlaşdırma üsulunu ixtira edən Beagle gəmisinin kapitanı Robert Fitzroy yaradılışın dini təqdimatına inanırdı. O, dinə zərbə vuran bir nəzəriyyənin yaranmasında rol oynadığına görə narahat, Darwini özü ilə səyahətə götürdüyünə isə kör peşman idi. Hətta indiki dövrdə də bəzi ixtiraatçılar dünyanın Allah tərəfindən yaradıldığına inanırlar. Lakin alimlərin çoxu Darwinin təkamül nəzəriyyəsinə inanır. Bunun əsas səbəbi Darwinin zamanından bəri həmin nəzəriyyəni dəstəkləyən, isbat edən bir sıra müşahidə və kəşflərin edilməsidir. Misal üçün, genetiklər irsilik prosesinin necə baş verdiyini indi ətraflı izah edə bilirlər. Biz artıq genlər, xromosomlar və fərdi xüsusiyyətlərin nəsildən nəsilə ötürülməsində kimyəvi reaksiyaların hansı rolu oynadığı haqda ətraflı məlumata sahibik. Quşların nümunəsi indi Darwinin zamanında olduğundan daha çox inandırıcı görünür. Bu səbəbdən də təbii seçmə ilə təkamül nəzəriyyəsi sadəcə hipotez deyildir. Öz doğruluğunun isbatı üçün kifayət qədər dəlilə malik bir hipotezdir. Darwinizm yaradılış düşüncəsini və insanların dini inanclarını müəyyən qədər zədələmiş ola bilər. Lakin Darwin özü Allahın mövcud olub-olmaması fikrində kifayət qədər açıq düşüncəli idi. Alim yoldaşına yazdığı məktubda o bildirirdi ki, biz əslində məsələnin həllinə çatmamışıq. Əsl həqiqət insan beyninin dərki üçün hədsiz mürəkkəbdir. Və izah edirdi ki, hər hansı it də Newtonun təlimi ilə bağlı spekulyasiyalar edə bilər. Darwindən fərqli olaraq dini inanc məsələsində spekulyasiya edən və bunu həyatının əsas amalına çevirən mütəfəkkir Søren Kierkegaard idi.